Bura Şuşadır. Qarabağımızın gözü əziz Şuşa. Azadlığın özü əziz Şuşa. Bura təkcə şəhər deyil. Şuşa bir xalqın yenilməzliyinin, sarsılmaz iradəsinin, illərlə qəlbində yaşatdığı həsrətin vüsala yetdiyi ünvandır. Bugün burada səslənən hər mahnı, gəzilən hər küçə, ucalan hər bina bir mesajdır. Biz qayıtmışıq. Əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Yay aylarında Respublikanın bütün rayonlarından Şuşaya qonaq gəlirdilər. Mənə deyirlər ki, sən necə gəldin, öyrəşdin? Dedim, vətəndir, vətən adamı da artır, necə qalmamaq olar? Mən həmişə arzu eləmişdim ki, Şuşada mənim nəvələri böyüsün, o da qismət olur. Bəlkə də mənim ən gözəl anlarımdan biri olub ki, mən Şuşaya qayıtdım. Ermənilərin Şuşanı işğal edəndən sonra biz məcbur qalıb Bakı şəhərinə köç elədik. 77 yaşında gəlmişəm Şuşaya, qonaq kimi gəlmişəm. Allah qismət eləsin ki, həmişəlik bir dəfəlik gələm. Qızım bir burada yaşayır, Allah hökumətimizə dəyməsin, onlara ev veriblər. İndi də burada bir dəqiqə hal-hazırda çıxıb yaqın ki, baxıb görmüsünüz, quruculuq şəhəri gedir. Günü-gündən də gözəlləşir. Şuşamız get-gedə daha da gözəlləşir. Evlər tikilir, cəmaatlar köç olur. Mən 7-ci sinifdə oxuyurdum biz Şuşadan çıxanda. Bir dənə də qardaşımla bir yerdə də çıxdıq, gəldik Bakıya. Bizim Şuşada 2 mərtəbəli evimiz olub, bina evimiz olub. Hər şəraitimiz olub da, yəni elə belə yaşamamışıq. Ondan ora gəlib çox çətinliyə düşmüşdük biz elə bil. İndi şükür, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər şey yaxşıdır, min şükür. Burada elə bil ki, səhər dururuq, oğlum məktəbə gedir, yoldaşım işə gedir, mən də işə gedirəm. Axşam birləşirik, yemək yeyirik, sonra çıxıb bir gəzirik. Belə də bazarlığımızı eləyirik. Hər şey yaxşıdır. Heç darıxmırıq da, vətənimizdəyik. Şükür bu günə. Mənə deyirlər ki, sən necə gəldin, öyrəşdin? Dedim, vətəndir. Adam vətən adamı da artır. Necə qalmamaq olar? İlk bahar çağında, İsa bulağında, Araz qırağında, nəğməni dillərdə axtararsın ayaz. İlk bahar çağında, İsa bulağında, Araz qırağında, sonalı günlərdə axtararsın. Şuşa başqa rayonlardan seçilib. O mənada ki, o rayonlar da bizimdir, o rayonlar da gözəldir. Tası hərəsinin özünün gözəlliyi var. Yay aylarında Respublikanın bütün rayonlarından Şuşaya qonaq gəlirdilər. 2 ay, 3 ay Şuşada qalırdılar ki, buranın o gözəl havasından tutsunlar. Burada yaşasınlar, bu gözəlliyi görüb sonra qayıtsınlar, özləri öz rayonlarında işlərini davam etsinlər. Gözəl xatirələr var ki, yəni mən onları danışsam, yəqin ki, səhərə kimi biz burada oturarıq, o söhbətlər qurtarmaz da. Yəni çox gözəl günlərimiz keçib Şuşada, uşaqlıq illərimiz çox gözəl keçib. 53 yaşımda Şuşaya qayıtmışam, qürur hissi ilə hiss eləmişəm ki, mən artıq Şuşadayam da, ayağım Şuşa torpağına dəyib, mən qürur hissi keçirtmişəm ki, bu başqa bir hissdir. Bəlkə də mənim ən gözəl anlarımdan biri olub ki, mən Şuşaya qayıtdım. Qarabağlı Başkomanda, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Yaşasın Qarabağlı Başkomandan, eşq olsun Azərbaycan xalqına, Qarabağ Azərbaycandır. Oturub durub həmişə deyirdik ki, Şuşa alınacaq, Şuşa alacaq. Mənim nənəm Allah rəhmət eləsin, Simzər nənəm rəhmətə gedib, otururdu, deyirdi ki, bu kişinin oğlu alacaq. Heydər Əliyevə deyirdi, bu kişinin oğlu alacaq. Mən əminəm bu torpaqları alacaq. Allah and olsun. Gecə gündüz otururdu o xəbərlərin qabağında. Bax belə bütün günü orduydu. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik.
İnanın ki geleceği Şuşa Azərbaycanın gözüdür. Her bir Azərbaycanlı için bu iftihar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Şuşanın altında olan vətəndaşlarımız geri qayıdır. Allah dünyasını dəyişənlər hamısına rəhmət eləsin. Onlar Şuşanın arzusundan dünyasını dəyişdilər. Şuşanı elə günə qoymuşdular ki, hətta qəbirstanlıqları, evləri, şəxsən mənim yaşadığım ev, doğulduğum ev 2 mərtəbəli ev idi. O evdən bir dənə daş tapmadım ki, heç olmasa bir təskinlik tapım. Girdim ancaq həyətə quru torpaq. İndi gəlib Şuşanı daha da gözəl görürəm. Görürəm ki, yaxşı müasir tipli binalar tikilir, şərait yaradılır. Mən həmişə arzu eləmişdim ki, Şuşada mənim nəvələrim böyüsün, o da qismət olub. Nəvələri burada məsələn məktəbə gedir. Allah onlara da o qədər can sağlığı versin ki, Şuşada quruculuq işlərlə məşğul olsunlar. Getsinlər, yaxşı oxusunlar, ali məktəbə qəbul edib, qayıdıb gəlib, öz torpağımızda, öz yerimizdə, öz şəhərimizdə quruculuq işlərlə məşğul olsunlar. Bugün ən ali arzumuza çatmışıq. İllərlə qəlbimizdə daşıdığımız böyük həsrət yerini indi qürura, sevincə verib. Şuşa azad, Azərbaycan bütövdür. Gülçin Cəmil, Vüqar Xanlarov, Report Az.